Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu efirdədir. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyindən təqdim olunur. Əsas mövzuya keçməzdən əvvəl aqro xəbərləri izləyək. Fermerin real dostuna baxırsınız, verilişimiz davam edir. Dəyərli dostlar, hörmətli zəhmətkeşlər, gündəmin ən vacib mövzusuna toxunacağıq. Hal-hazırda ölkə gündəmini, necə deyərlər, əhatə edən bir mövzu var. Heyvanlar arasında yayılan xüsusi xəstəliklər. Bu xəstəliklər hansıdır? Xüsusən də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bunlara qarşı hansı mübarizə tədbirləri həyata keçirilir? Bu və digər sualların cavabını qonağımla müzakirə edəcəyik. Qonağım isə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Siyasəti Şöbəsinin müdürü Bayandur Rızayevdir. Bayandur müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Xoş gördük, Ruslan müəllim. Çox sağ olun, dəvət eləmişsiniz. Dəvətiniz üçün təşəkkürümü bildirirəm. Bayandur müəllim, girişdə də dediyim hal-hazırda gündəmdir bu mövzu. İnsanlar arasında bir balaca, belə deyək də, panika var. Ət alaq yeyək, heyvanlarda olan müəyyən xəstəliklərin insanlara keçməsi mümkündürmü? İrəliyən dəqiqələrdə təbii ki, bununla da bağlı suallarım olacaq. Amma əvvəla istərdim söhbətə oradan başlayaq ki, bu xüsusi təhlükəli xəstəliklər deyiləndə hansı xəstəliklər nəzərdə tutulur və buna qarşı nə kimi mübarizə tədbirləri həyata keçirilir? Ruslan müəllim, qeyd edim ki, xüsusi təhlükəli xəstəliklər dedikdə, deməli, zoonoz xəstəliklər başa düşülür. Zoonoz nə deməkdir? Zoonoz xəstəliyi o deməkdir ki, heyvanlardan insanlara keçə biləcək xəstəliklər zoonozlar adlanır. Təbii ki, bizim ölkədə həmin xüsusi təhlükəli xəstəliklər üçün endemik ölkədir. Yəni xarakterikdir. Bəli, o xəstəliklərin baş vermə ehtimalı kifayət qədər yüksək olur və ona görə də Nazirlər Kabinetinin müvafiq sayılı qərarı ilə ölkədə artıq illərdir xüsusi profilaktik tədbirlər həyata keçirilir. Misal üçün, bugün gündəmi zəbt edən dabaq xəstəliyidir, xüsusi təhlükəli xəstəliklər sırasına aiddir. Qara yara xəstəliyi xüsusi təhlükəli, brusellyozdur, vərəm xəstəliyidir, itlərdə quduzluq xəstəliyidir. Yəni bu xəstəliklər xüsusi təhlükəli xəstəliklər sırasına aiddir. Yəni xüsusi təhlükəli qeyd etdiyim kimi ona görə deyilir ki, insanlara keçmə ehtimalı çox olan xəstəliklər sayılır. Və ölkə olaraq xüsusi təhlükəli xəstəliklərə qarşı qeyd etdiyim kimi müvafiq tədbirlər həyata keçirilir və bu dövlət vəsaiti hesabına həyata keçirilən tədbirlərdir. İldə 2 dəfə, bəzi xəstəliklərə 1 dəfə, bəzilərinə isə 2 dəfə profilaktik peyvəndləmə işləri həyata keçirilir. Və bu 2 dəfə tədbir aparılan xəstəliklərdən dabaq xəstəliyidir. İstər iri buynuzlu heyvanlar arasında, istər xırda buynuzlu heyvanlar arasında bu tədbirlər həyata keçirilir. Və qara yara xəstəliyinə 1 dəfə ildə tədbir aparılır və eyni zamanda cavan heyvanlar arasında 3 aydan yuxarı heyvan, 3 aydan 8 aya qədər olan heyvanlar arasında profilaktik peyvəndləmə işləri həyata keçirilir. Ölkə olaraq bu tədbirlər davam etdirilir və müvafiq olaraq bizim Nazirliyin tabeli qurumları tərəfindən bu işlər mütəmadi olaraq bütün regionlarda həyata keçirilir və nəzarətdə saxlanılır. Və tamamilə nəzarətdə saxlanılır. Çox gözəl. Bayandur müəllim, adını çəkdiyiniz dabaq xəstəliyi ilə bağlı bölgələrdə vəziyyət bəllidir və bununla bağlı müəyyən belə deyək, siqnallar gəlir, insanlar deyir ki, heyvanım xəstələnib və s. və baxır. Amma daha detallı bir mütəxəssis kimi, bu sahədə illərin təcrübəsi olan bir insan kimi, bir peşəkar olaraq istəyərdim ki, xəstəliyin tipləri barədə danışasınız. Bəlkə insanlar yanlış bilirlər, o heç dabaq deyil. Ola bilərmi belə bir şey? Ruslan müəllim, qeyd edeyim ki, dabağın ümumiyyətlə dünyada 7 serotipi mövcuddur və 60-dan artıq alt tipləri mövcuddur. Serotip dedikdə, deməli, xəstəliyi törədən patogenlər, hansı ki, xəstəlik törədən viruslar o tiplərin daxilinə aid edilir. Deməli, tiplər dedikdə SAT1, SAT2, SAT3 tipi, A tipi, AO tipi, Aziya 1 tipi, yəni bu tiplər 7 tip və 60-dan artıq serotipi mövcuddur. Və 2023-cü ilə qədər ölkəmizdə dabağın A, O, Asiya 1 tipinə qarşı iri buynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə işləri həyata keçirilirdi. Və paralel olaraq xırda buynuzlu heyvanlar arasında A və O tiplərinə. Deməli, o birisi tiplər olmayıb Azərbaycanda. Bəli, təxminən 60-cı illərdə müşahidə olunub SAT tipi. 2023-cü ildən sonra isə artıq müvafiq araşdırmalar aparıldı, yaxın qonşu ölkələrin epizotik vəziyyəti araşdırıldı və müvafiq olaraq SAT2 tipi əlavə olundu həmin tətbiq olunacaq peyvənd vasitələrinin tərkibinə.
SAT2 tipi əlavə olundu və ölkə üzrə tam sürü prinsipindən peyvəndləmə işləri həyata keçirildi. O cümlədən xırdabuynuzlu heyvanların deməli peyvənd vasitələrinin tərkibinə SAT2 tipi əlavə oldu. Və buradan belə qənaətə gəldik ki, xırdabuynuzlu heyvanlarda artıq 3 tipə qarşı, iri buynuzlu heyvanlarda artıq 4 tipə qarşı profilaktik peyvəndləmə tədbirləri aparıldı. Və son günlər sizin qeyd etdiyiniz kimi, verdiyiniz suala cavab olaraq qeyd etmək istəyirəm ki, dabaq zoonoz, deməli iti gedişli, yarım iti gedişli kontagioz xəstəlik olub, heyvandan heyvana sürətlə keçmək ehtimalı var. Xəstəlik hava damcı yolu ilə, deməli, qulluq vasitələri ilə, əşyalarla, o cümlədən nəqliyyat vasitələri ilə, su vasitəsilə bir yerdən digər yerə sürətlə keçmək ehtimalı var. Xüsusi olaraq kontakt vasitəsilə heyvanlardan heyvanlara sürətlə keçir. Heyvanlar bir-birindən təmasda olduqda dərhal ağız suyunun tərkibində olan, xüsusən ağız suyunun tərkibində olan viruslar digər heyvanları yoluxdurmaq ehtimalı kifayət qədər yüksəkdir. Ona görə də ölkədə dediyim kimi biz bu 4 tipə qarşı profilaktik peyvəndləmə işləri həyata keçiririk ölkə olaraq. Bəli. Qeyd etdiyim kimi Nazirlər Kabinetinin müvafiq sayılı qərarı ilə vəsait ayrılır və vəsaitdən deməli ölkənin epizotik vəziyyətinə uyğun, eyni zamanda qonşu ölkələrdəki epizotik vəziyyət araşdırılaraq istehsalçıya sifariş verilir və o sifariş əsasında həmin o tiplərin də paralel olaraq alt tipləri, hansı xəstəliklə uyğun gələ bilir, hansı tiplə uyğun gələ bilirsə və alt tipləri də həmin peyvənd vasitəsinin tərkibinə daxil olunur və sonra heyvanlara tətbiqi həyata keçirilir. Məlum oldu ki, siz Kənd Təsərrüfatı Nazirliyi və müvafiq qurumlar bununla mübarizə aparır. Çox gözəl. Və məsələ, yəni xəstəlik, proses nəzarətdədir. Bəs fermer özü nə etməlidir? Yəni biz bilirik ki, təsərrüfatla məşğul olanlar indi hal-hazırda bizə bölgələrdən çox saylı insanlar baxır. Onların üzərinə hansı, belə deyək də, məsuliyyət düşür? Nəyə diqqət etsinlər? Fermerlərə ümumiyyətlə mənim tövsiyəm ondan ibarətdir ki, müvafiq qaydada aparılan peyvəndləmə tədbirlərindən heyvanlarını kənar saxlamasınlar. Müvafiq qaydada əgər tutaq ki, sənin heyvanın yoluxmayıbsa, mütləq deyil ki, sənin heyvanın belə deyək, sağlam qalacaq. Yəni qonşuda kiminsə xəstə heyvanından sənə də keçir. Bizim ölkə olaraq heyvanlarımız belə deyək, qapalı şəraitdə, intensiv şəraitdə çox az başda heyvan saxlanılır. Hamısı yarım qapalı və yaxud da tam belə deyək, örüş sahəsinə çıxan ekstensiv şəraitdə saxlanılır. Və istənilən bir kənd timsalında götürsək, bir kənddə misal üçün 100 nəfər fermerimiz yaşayırsa və təbii ki, bunun 200-300 baş iri buynuzlu və yaxud da müvafiq sayda xırdabuynuzlu heyvanı var. Bəli. Təbii ki, bunlar eyni belə deyək, örüş sahəsinə çıxır, eyni ərazidə otluyur, eyni su mənbəyindən su içir. Eyni yolu gedir, və eyni yolu qayıdır. İstənilən halda o hansı ki özünə tam əmin olan fermer heç vaxt belə deyək, heyvanını sığortalatmır ki, mənim heyvanım xəstəliyə yoluxmayacaq. Əgər heyvan qapalı şəraitdə saxlanılırsa, xüsusi olaraq belə deyək, tam belə deyək, təmiz, rütubətsiz yerdə saxlanılırsa və hava axınları filtrasiya olunub, təsərrüfata verilirsə, təbii ki, orada xəstəlik baş verməyəcək. Bəli. Ancaq bizdə qeyd elədiyim kimi, o hallar çox az təsərrüfatlardadır. Bizim damazlıq təsərrüfatlarında, xüsusi cins heyvanlar yetişdirilən təsərrüfatlarda, yəni o qorunma, sanitar tədbirlər görülür. Ona görə də İçəri girən çıxan insanlar təbii ki, diza bariyerdən keçir. Diza bariyerdən keçir. İstər insanlar, istər təsərrüfata belə daxil olan nəqliyyat vasitələri, heyvanların ot paylayan texnikalar, yaxud da ki, südü daşıyan texnikalar, istənilən halda təsərrüfatla təmasda olan, qeyd elədiyim kimi, yəni xəstəliyin belə deyək, yayılması, baş verməsi təbii ki, bu vasitələrlə baş verir. Yəni birdən-birə xəstəlik baş vermir. Ruslan, mən bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, deməli, təbii ki, bizim ölkəmiz elə bir coğrafiyada yerləşir ki, bizim ətraf ərazilərimizdə demək olar ki, hər tərəfimizdən istənilən halda sərhədlərimiz çox yaxındır və paralel olaraq sərhəddimiz çox böyükdür. Bəli. Və heyvanlar da əksərən sərhəd zonalarında, dağlıq ərazilərdə otarılır.
Doğru. Və qonşu ölkələrdə baş verən xəstəliklər istər-istəməz ağcaqanadlar vasitəsilə, milçəklər vasitəsilə, gəmiricilər vasitəsilə təbii ki, bu ağcaqanadın sərhəddi yoxdur. Ekosistem Bəli, bir ərazidən digər əraziyə, tutaq ki, misal Keçə üçün qonşu İran İslam Respublikasında və ya Gürcüstandan və yaxud Gürcüstanda və yaxud da digər bir qonşu ölkəmizdə xəstəlik baş verirsə, təbii ki, bizim sərhəddimiz o qədər yaxındır ki, istənilən halda ağcaqanad bu heyvanı sancır və burada olan qanı götürür, digər heyvanı belə deyək, yoluxdurur. Yəni bu ehtimallar kifayət qədər böyükdür. Ona görə də o xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirləri dövlətin siyasəti olaraq ki, mübarizə tədbirləri aparılır və eyni zamanda regionun epizodik vəziyyəti araşdırılır. Misal üçün, qonşu ölkələrdə hansı xəstəliklər cərəyan edir və bizə keçmə ehtimalı nə qədərdir? Biz o ehtimallar üzərində daxili mütəxəssislərimizdən, yerli mütəxəssislərimizdən, eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tövsiyələrinə uyğun olaraq laborator nümunələr götürülür, qan analizləri aparılır və endemik olan xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Çox gözəl. Gündəmin ən vacib, ən kənd təsərrüfatı üçün aktual mövzusu olan heyvanlar arasında xüsusi deməli, təhlükəli xəstəliklər mövzusunu müzakirə edirik. İnsanlarımız bölgələrdən baxanlar üçün xüsusən də bu mövzu əminəm ki, maraqlıdır. Bakıda yaşayanlar üçün də təbii ki, ət istehlak edən insanlarımız üçün də vacib mövzudur. Qonağım Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürüdür, Bayandur Rzayev. Bayandur müəllimlə çox maraqlı söhbətimiz var. Odur ki, ekran qarşısından heç yerə ayrılmırsınız, bizə daha yaxın əyləşin və baxın. Bayandur müəllim, yeri gəlmişkən, insanlar arasında yüngül də olsa bir panika var ki, elə mən sosial şəbəkələri izləyirdim bugün. Ət məhsulları istehlak edərkən bir balaca qorxu var ki, biz marketdən və ya istənilən mağazadan, ət kəsim nöqtəsindən ət alarkən yoluxa bilərik. Bax, bu mövzu çox vacibdir. İstəyərdim ki, bu sualı cavablandırasınız. Heyvandan heyvana, yəni istər iri buynuzlu, istərsə də xırda buynuzlu heyvandan heyvana bu xəstəliklərin keçməsi sürətli baş verir və bu mümkündür. Bəs heyvandan insana necə? Özəlliklə də qidalanma məsələsində necədir vəziyyət? Ruslan müəllim, doğru qeyd elədiniz ki, bu xəstəliklər deməli iti, yarım iti və ildırımvari gedişlə yoluxdura bilir. Təbii ki, insanlara keçmə ehtimalı çox aşağıdır. Demək olar ki, 0 səviyyəsindədir. Ancaq heyvandan heyvana yoluxma həddi daha çoxdur. Qeyd etdiyimiz kimi kontakt vasitəsilə, qulluq əşyaları vasitəsilə, hərəkət vasitəsilə, hətta bir qonşu fermerin bir təsərrüfatdan digər təsərrüfata getməyi belə xəstəliyin daşıyıcısı hesab olunur. O dərəcədə. Bəli. Amma heyvan mənşəli məhsulların, mən xüsusilə qeyd etmək istəyirəm, bizim istehlakçılara, bizim alıcılara, bizim heyvan mənşəli məhsullardan istifadə edən bütün sakinlərimizə, onu deməyə özümə borc bilirəm ki, heç də ehtiyat eləməsinlər. Çünki istənilən bir virusun məhv olma qabiliyyəti 60-70 dərəcə temperaturda məhv olur. 60 və 70 dərəcə temperaturda. Bəzi xüsusi misal üçün qara yara istisna olmaqla, qara yara hardasa 100-110 dərəcədə məhv olur. 60-70 dərəcə temperatur kifayət edir ki, bizim heyvan mənşəli məhsulları bişirək, əgər heyvan mənşəli məhsul süddürsə, onu qaynadaq, bişirək və ondan sonra onun istehlakını, qəbulunu, qida kimi qəbulunu həyata keçirək. Təbii ki, bizim xalq olaraq, bir millət olaraq biz çiğ qidalara heç üstünlük vermirik. Bəli, yəni çiğ yemirik, təbii ki, bişirərək. Hər zaman bişirərək və kifayət qədər bişirərək, ki, hansı ki, o qida məhsullarının tərkibində, misal üçün, ətin tərkibində olan formal elementlər, insan orqanizmi üçün yararlı olan zülal, protein, nə varsa, hamısı ətin suyuna qarışmaq şərti ilə sonra biz onu qəbul edirik. Ona görə də bizim ölkədə bu xəstəliyə yoluxma ehtimalı, mən bütün istehlakçılarımıza əmin eləyə bilərəm ki, tam belə deyək, rahat ola bilərlər. Yəni, rahatlıqla ət almaq olar. Ət almaq olar. Təbii ki, buna Qida Təhlükəsizliyi Agentliyi bundan bağlı danışacağıq, nəzarət eləyir. Yəni, bölgələrdən gələn ətlər sadəcə istənilən marketə və ya ət kəsim yerlərinə girə bilməz. Bu, başqa mövzudur. Amma təbii ki, çiğ ət yemədiyimizə görə əti almaqla bağlı hər hansı bir panikaya düşməyə ehtiyac yoxdur, onu demək istəyirik, düzdürmü? Bayaq biz söhbətimizə başlayanda biz xüsusi təhlükəli xəstəliklərdən danışdıq, Ruslan müəllim. Xüsusi təhlükəli xəstəliklərdən misal üçün deyəm, qara yara xəstəliyi, törədicisi Bacillus anthraxisdir.
Deməli, bu xəstəliyin insanlara keçmə ehtimalı daha yüksəkdir. Nəinki dabaq xəstəliyi. Bəli, əgər əlində hardasa bir açıq yara olarsa, biz belə deyək, mütəxəssis dilindən onu açıq qapı deyirik. Bəli. Heyvanla təmasda olursansa, yaxud da ki, heyvanın kəsən zaman onun qanı sənin əlinin hardasa bir o açıq yara dediyimiz yerdən müəyyən bir təmasda olursa, istənilən halda o xəstəliyə yoluxma ehtimalı qara yarıya, söhbət qara yarıdan gedir, daha çoxdur. Amma dabaq xəstəliyindən o ehtimallar demək olar ki, yoxdur. Ona görə bizim, yenə təkrar edirəm ki, istehlakçılar tam əmin ola bilər ki, yəni bu yaranan bu narahatçılıqlara heç bir əsas yoxdur. Mən bir baytar həkim kimi, mənim peşəm ixtisasım baytar həkimdir. Bir mütəxəssis olaraq. Bəli, və baytar həkim olmağımla da fəxr edirəm ki, yaxşı ki, mən baytar həkim olmuşam. Təbii ki, belə bir deyim də var, təbib insanları baytar bəşəriyyəti müalicə edir. Doğru. Və tam belə deyək, bir mütəxəssis fikri olaraq, bir mütəxəssis rəyi olaraq demək istəyirəm ki, istehlakçılarımız əgər heyvan mənşəli məhsulları tam bişirib, süfrəyə gətirirlərsə, rahatçılıqla qəbul edib, rahatçılıqla yeyə bilərlər. Heç bir xəstəliyə yoluxma halı baş verməyəcəkdir. Bayan Orhan, burada süd məhsulları dediniz, pendir ağlıma gəldi. Pendirlə bağlı vəziyyət necədir? Orada necə həssas olmaq lazımdır? Təbii ki, pendir də heyvan mənşəli məhsullarının bir tərkib hissəsidir. Yenə qeyd edirəm ki, ölkə olaraq biz hər şeyin tam belə deyək, yaxşısını və sonunu gözləyirik ki, bu daha yaxşı olacaqdır. Təbii ki, pendir bizim istər istehsalçı müəssisələrimiz, istər ailə kəndli təsərrüfatlarında pendir istehsal edirlər. Təbii ki, təzə pendiri, nəinki dabaq xəstəliyinə, belə deyək, bruselyoz xəstəliyinin daşıyıcısı bir nömrəli pendir və süd məhsulları. Ona görə də süd məhsulları pendir hazırlayan zaman mütləq şəkildə yenə qeyd etdiyim kimi müəyyən temperatur həddində bişirmək və pendirə çevrilikdə istər pendir, istər bizim bəhbəhlə qəbul elədiyimiz, daha ağız dadımıza uyğun olan motal pendiri dediyimiz məhsulları mütləq şəkildə təbii ki, duzda saxlanılır və müəyyən müddət keçdikdən sonra artıq onun tərkibində olan xəstəlik törədiciləri demək olar ki, məhv olur. Və ondan sonra rahatçılıqla biz bütün o heyvan mənşəli məhsulları, istər pendir, istər süd, istər xama, smetan, hamısını rahatçılıqla qəbul edə bilirik. Çox gözəl. Bayan Orhan, mətbuatda oxuduq və yayıldı informasiya ki, oktyabr ayının 25-dən etibarən deməli, heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılması, qismən və müvəqqəti məhdudlaşdırılması olacaq. Bu prosesə zərurət hardan yaranır və səbəb nədir? İstəyərdim bu haqda danışaq. Mustafa müəllim, qeyd edeyim ki, istənilən halda belə deyək, istər bizim ailə kəndli təsərrüfatlarımız, istər böyük təsərrüfatlar heyvanları saxladıqları yeri həmişə təmiz saxlayırlar. Bu bazar elə bir şeydir ki, bazarda misal üçün deyirəm, bir rayondan bir 60 kənd varsa, 60 kəndin 30 kəndi ən azından həftədə bir dəfə bazarla təmasda olur. Bəli. İstənilən halda o evdən, o mənzildən, o kənddən bazara, rayon mərkəzinə, yaxud da hansısa xüsusi ayrılmış yerə bu heyvanını gətirir. Bu təmiz, bizim fermer təmiz təsərrüfatdan, sağlam təsərrüfatdan istənilən halda heyvanını gətirib çirkli təsərrüfata bazara çıxartdıqda bu heç də düşünməsin ki, burada heç bir xəstəlik mənbəyi yoxdur. Baxın, indi 60 kəndin 30 kəndi, əgər hələ mən kənd belə deyək, səviyyəsində deyirəm. Rayon daha böyük təbii. Bəli, rayon səviyyəsi və qonşu rayonlar, ətraf rayonlar bizdə bazar elədi ki, həftənin bütün günləri bazar olur. Bəli. Misal üçün, həftənin misal üçün birinci günü Ağcabəddə olur, ikinci günü tutaq ki, Beyləqanda olur. Bərdidə ən məşhur bəli, bizim heyvanlarda dövr eləyir. Belə desək, sirkulyasiya eləyir. Bir bazardan götürülür, digər bazarda satmaq məqsədindən aparılır, satılır. Bəli. Yaxud da ki, kəndçi, bizim fermer öz heyvanını hansısa bir ehtiyac ucundan aparıb satır və yaxud da ki, bizim Bakı şəhərinə o böyük bazarlardan heyvan gətirilib, burada əhalimizin istehlakı üçün kəsilib satılır. Ona görə də bizim bazarlar təmiz olmağı labüddür, qaçılmazdır. Bu, təbii ki, hər il bu tədbirlər aparılmalıdır. Yəni, söhbət yox ki, bugün əhali arasında müəyyən söhbət gəzir ki, dabaq xəstəliyi var, müəyyən təhlükəli xəstəlik. Təbii ki, mən qəbul edirəm. Təmizlik olan yerdə, təbii ki, siz də bir istehlakçı kimi istəyirsiniz ki, təmiz yerdən məhsul alasınız. Mən də, hər kəs, bizim bütün vətəndaşlar istəyər ki, natəmiz yerdən, belə deyək, natəmiz yerdə yaşayan heyvan belə xəstəliyə yoluxur. Heç bir xəstəlik, xüsusi təhlükə olmadığı halda
torpaqda qalan, tutaq ki, peyinin tərkibində olan, hardasa belə deyək, ifrazat məhsullarının içərisində olan o mikroblar, bakteriyalar, viruslar heyvanlara asanlıqla yoluxa bilir. Hər hansı bir xəstəliyə səbəb. Bəli, yekunda da istehlakçı vətəndaşdır. İstehlakçı vətəndaş olaraq istər-istəməz istəyər ki, qeyd elədiyim kimi sağlam məhsul yesin, belə deyək, sanitar tələblərə cavab verən ərazidən, tutaq ki, ət dükanından ət alsın, eyni zamanda tutaq ki, bazara gedəndə biz özümüz bir istehlakçı kimi, bir vətəndaş kimi mütəxəssis məsələsini qoysaq qırağa, İstər-istəməz bazara gedəndə qiymət verirsən ki, bu bazarda vəziyyət necədir? Buradan mal almağa dəyər ya dəyməz? Bəli, sıravi bir alıcı kimi. Ona görə bizim bazarlarımızın daimi təmiz saxlanılması, ən azı həftədə 2 dəfə, 3 dəfə mexaniki təmizləmə aparılması və qeyd elədiyim kimi təsərrüfatlar arası bizdə, rayonlar arası, kəndlər arası heyvanların daşınması çox olduğuna görə bir təsərrüfatdan digər təsərrüfata, bir rayondan digər rayona, bir ərazidən digər rayona xəstəliyin daşınması çox asanlıqla baş verir. Bu prosesin qarşısını almaq üçün hal-hazırda müvəqqəti bazarların fəaliyyətinə belə deyək də məhdudiyyətlər qoyulur. Məhdudiyyətlər qoyulub. Təbii ki, müvafiq qurum Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu qərar qəbul olunub. Və çox güman ki, düşünürəm ki, yaxın vaxtlarda qeyd elədiyim kimi bizdə həftəlik bazarlar olur, hər gün bazar olmur. Mexaniki təmizləmə və arxasından kimyəvi dezinfeksiya işləri həyata keçirdikdən sonra və eyni zamanda heyvanların bir-birinə təmasda olmasının qarşısını almaq məqsədi ilə bu işlər həyata keçirilir. Düşünürəm ki, yaxın zamanlarda bu işlər sürətlə davam etdiriləcək və ölkənin epizootik durumu yenə stabilləşəcək və sonra bazarda hamı nə istəsə yenə də satacaq. Tam rahatlıqla. Yəni qeyd elədiyim kimi bu gün də qorxusu yoxdur. Sadəcə insanlarımız bəlkə də bilməyərəkdən, məlumatsızlıqdan, bəzi belə deyək, sosial şəbəkələrdə yayılan o verilişlərdən biraz narahatçılıq hiss eləyir. Təbii ki, haqlıdırlar. Bizim də vəzifə öhdəliyimiz və bizim və işimiz ondan ibarətdir ki, vətəndaşlarımızı məlumatlandıraq. Ki, qoy tam rahat şəkildə, tam belə deyək, ürəklə gedib istehlak elədikləri məhsulları alsınlar və ailədə onun istehlakını həyata keçirsin. Ruslan müəllim, bir məsələni qeyd edeyim ki, mən kifayət qədər böyük, belə deyək, stajı olan, təcrübəsi olan bir baytar həkim kimi vətəndaşlarımızı, fermerlərimizi tam əmin eləyə bilərəm ki, heyvan mənşəli məhsulların dediyimiz şərtlərə əməl olunarsa əgər, heç bir təhlükəsi yoxdur, rahatçılıqla istehlak eləyə bilərlər. İstər belə deyək, heyvanın əti, istər südü, istər digər məhsullarından tam rahatçılıqla istifadə eləyə bilərlər. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, Ruslan müəllim, əgər... Bəli, buyurun. Deməli, bu yayılan məlumatlarda dabaq xəstəliyinə xüsusən onun üzərinə getmək ona görə istəyirəm ki, bir mütəxəssis fikri bildirmək istəyirəm. Düzdür, bizim fermerlər bəzən çarəsizlikdən, əlacsızlıqdan hansısa belə deyək, vasitələrə əl atır, müəyyən belə deyək, antibiotiklərlə, müəyyən vitaminlərlə heyvanlarını müalicə elətdirmək istəyirlər ki, heyvanlar sağalsın və tezliklə köhnə həyatlarına qayıtsınlar. Amma bir məsələni xüsusilə qeyd etmək istəyirəm və tövsiyə eləyirəm bir baytar həkim kimi, heyvanın köklük dərəcəsinə fikir versinlər. Əgər heyvan kifayət qədər kökdürsə, təbii ki, yoluxma halı baş veribsə, bu heyvana antibiotik yaxud da vitamin tətbiq eləməyə ehtiyac yoxdur. Əgər köklük dərəcəsi aşağıdırsa və heyvan belə deyək, zorla, güclə yeriyirsə, təbii ki, bunun orqanizmi gücləndirmək üçün bu qrup vitaminlərdən, antibiotiklərdən istifadə etsinlər. Ki, heyvanlarda birinci növbədə temperaturu tənzimləmək lazımdır. Və bunun qidalanma prosesi normal olsun. Avtomatik bilinir də, yəni heyvan qidalanmayanda, düzdür, bayılıram. Bir balaca ara-sıra fermerin real dostu kimi bölgələrdə oluram. Qidalanmasında azalma baş verirsə, heyvanda məhsuldarlıq da düşür və xəstəliyin olma ehtimalı böyüdür. Yəni bunu müşahidə eləmək olur. Dabaq xəstəliyinin ümumiyyətlə ağız tipi ki var, ağız tipi. Yəni ağızda müəyyən, belə deyək, selikli qişalarında müəyyən aftalar əmələ gəlir. Və aftalar, ümumiyyətlə bu xəstəliyin inkubasiya dövrü və müalicə dövrü, özünü bərpa etmə dövrü təxminən 15 gün çəkir. Yəni, yoluxma 1-ci gündən 7-ci günə qədər əlamətlər özünü göstərir və 7-ci gündən sonra artıq qeyd elədiyim ki, heyvanın immuniteti güclüdürsə, köklük dərəcəsi yerindədirsə, aftalar 2 günün içərisində tam parçalanır və afta nədir? Afta suluqlar əmələ gəlir. Bəli, heyvanın ağzında, burun aynasında, ağız ətrafı ərazilərdə aftalar əmələ gəlir, suluqlar əmələ gəlir.
Və sonra artıq heyvan mübarizə aparır və sağalır, düzdürmü? Bəli, qeyd elədiyim kimi heyvan, ümumiyyətlə dabaq xəstəliyi iqtisadi cəhətdən fermerlərə ziyan verir. İnsanlara keçmə ehtimalı çox aşağıdır. Yenə təkrar olaraq qeyd edirəm. O nədir iqtisadi cəhətdən? Heyvan yemdən qalır. Təbii ki, yemdən qalan məhsul ətini tökəcək və süd verməyəcək. Və süd məhsuldarlığı düşür aşağı. Və azalacaq süd. Bəli, amma 15 gün müddətində bu proses davam elətdikdən sonra heyvan normal həyatına qayıdacaq və yenidən verdiyi məhsul qədər məhsul verəcək və ət artımını kifayət qədər artıra biləcək. Geri gəlmişkən heyvanlar arasında ölüm, yəni tələf olma nə dərəcədə var və çoxdurmu bu? Qeyd elədiyim kimi Ruslan müəllim, əgər heyvanın köklük dərəcəsindən, heyvanın baxımından çox şey asılıdır. Heyvanın əgər ona immuniteti çatırsa, gücü çatırsa, belə lori dildə desək, o mübarizə aparır o xəstəliklə və 12 ay müddətində təbii immunitet yaradır. Artıq ona belə deyək, xəstə heyvan gəlib yanından keçəndə belə yoluxmur. Artıq bunun orqanizmi ona rezistentlik yaradır, davamlılıq yaradır ki, müqavimət yaradır. Bəli, müqavimət yaradır ki, ay heyvan, sən sağlamsan. Bəli. Amma peyvəndlənmə də olur axı. Təbii ki, peyvəndlənmə əlavə bir güc verir. Heyvana əlavə bir güc verir, tam belə deyək, heyvan özünü tam gümrah, sağlam və mübariz hesab eləyir. Amma köklük dərəcəsi aşağı olan heyvanlarda artıq dediyim kimi antibiotik qrupundan istifadə edib, antibiotiklərdən və vitamin qruplarından istifadə edib heyvanın orqanizmi müqavimətini bir müddət qaldırmaq lazımdır. Xüsusən belə deyim, bizim əsas kiçik yaşlı heyvanlarda, yeni doğulmuş quzularda, buzovlarda temperatur yüksək olduğuna görə bunlarda qismən ölüm halları baş verə bilir. Ona görə də bizim fermerlər yaxşı olar ki, heyvanların o temperaturunu tənzimləsinlər. Nəzarət eləsinlər. Temperatur, bəli, termometriya olunsun. Əgər temperatur tam tənzimlənirsə, müvafiq belə deyək, bədən temperaturu normallaşırsa, artıq heyvanda heç bir belə deyək, nə ölüm, nə ağırlaşma halı baş verməyəcəkdir. Və bir də yəqin ki, o bölgədə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları var, orada mütəxəssislər əyləşirlər. Təbii ki, bəli. Onlar daimləri nəzərdə tuturam, daimlərin tərkibində mütəxəssislər var ki, onlara müraciət edə bilərlər və ya birbaşa götürüb telefonu, necə deyərlər, 1652 çağrı mərkəzinə zəng eləyə bilərlər. Sizin şöbənin əməkdaşları və Nazirliyin müvafiq qurumları bununla bağlı hər zaman dəstək olmağa hazırdırlar. Təbii ki, mən uzun müddət baytarlıq sahəsində çalışdığım üçün bütün belə deyək, 64 rayon heyvan sağlamlığı baytarlıq idarələri faktiki olaraq fəaliyyət göstərir və kifayət qədər normal, savadlı bizim mütəxəssislərimiz var. Ümumiyyətlə bir məsələni qeyd edim ki, Ruslan müəllim, dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Ki, mən hansısa belə deyək bir dərmanı verdim, bəli, hansısa bir müalicə metodunu seçdim və hansısa bir iynəni vurdum, bu sağalacaq. Bunun əsas belə deyək, ən yaxşı müalicə metodu və qarşısını almaq metodu kimyəvi dezinfeksiyadır. Fermerlərimizdən xahişim və tövsiyəm ondan ibarətdir ki, mütəmadi təsərrüfatın içərisinə girdi, heyvan saxlanılan yeri girdi, çıxdı, mütləq şəkildə dezə bariyerdən keçsin. Həftədə bir dəfə, həftədə 2 dəfə ən azından profilaktik dezinfeksiya işləri aparsın. Dezinfeksiya işi ümumiyyətlə xüsusi təhlükəli xəstəliklər yayılma ehtimalı olarsa onu 50% endirir. Çox ciddi rəqəmdir. Bəli, 50%-ə qədər onu endirir. Çünki belə deyək, sanitar təmiz olur ərazi, orada olan virusun, bakteriyanın inkişafı məhdudlaşdırılır və eyni zamanda heyvan saxlanılan yeri, bura heyvan saxlayıram deyib yaxınlaşmasın bizim fermerlər. Sanki bir canlı kimi baxsınlar heyvana ki, bu heyvansa, bu da canlıdır. Xəstəlik baş verməsin. Bəli, bu da canlıdır. Bu rütubətdə yatmamalıdır. Bu antisanitar şəraitdə yatmamalıdır. Bunun yeri təmiz olmalıdır, quru olmalıdır ki, heyvanlar belə deyək, qidanı qəbul etdikdən sonra, xüsusən gövşəyən heyvanlar porsiyalarla gəlir və o həzm olunma prosesi artıq heyvan yatanda belə deyək, həyata keçirilir. İlk olaraq bizim çöldən yaxud da ki, örüş sahəsindən heyvanlar qidanı qəbul eləyir və o işkənmədə toplanır. Sonradan isə artıq yatanda o porsiyalarla gəlir, ağızda çiynəmə gedir, gövşəmə gedir və təkrar o qidalıq dəyərinə görə orqanizmə yayılır. Ona görə heyvan yatan zaman çox rahat yatır. Ki, o yatır və onun altı təmiz olmalıdır ki, bizə təmiz məhsul versin. Doğrudur. Əgər o təmiz yerdə yatmayıb, antisanitar yerdə yatmış olarsa, Ruslan müəllim, o bizə heç bir yaxşı məhsul verməyəcək və həmin fermer kifayət qədər böyük ziyana düşəcək. Deməli, o mütləq şəkildə baytarlıq apteki ilə əlaqəli işləyəcək.
ki, yəni xəstəliklər tez-tez baş verdiyi üçün gedib həkimə müraciət edəcək. Əgər dediyim kimi sanitar vəziyyət qorunursa, mütəmadi dezinfeksiya işləri aparılırsa, havalanma yaxşı olursa, o fermer təbii ki, yaxşı nəticə əldə edə biləcəkdir. Bayındur müəllim, çox sağ olun. Ətraflı, maraqlı, həm də çox ən xırda detallarına qədər izah elədiniz. Əminəm ki, mən elə özüm də çox şey öyrəndim. Tamaşaçılarımız da, xüsusən də Bakıda yaşayan, şəhərdə yaşayan insanlarımız ələxsus lazım olan informasiyanı aldılar. Sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar arzulayıram. Mən də təşəkkürümü bildirirəm sizə və bu Real komandasına başda rəhbəri olmaqla bizi dəvət etmişsiniz. Vətəndaşlarımızla, fermerlərimizlə fikirlərimizi bölüşdürürük. Minnətdaram, çox sağ olun. Əziz tamaşaçılar, çox hörmətli fermerlər, zəhmətkeşlər, biz son günlərin ən aktual və ən çox müzakirə olan mövzusunu, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklər mövzusunu müzakirə etdik. Qonağım Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürü Bayandur Rızayev idi. Tövsiyələrə diqqət edin, mütləq şəkildə bax bu məsələlərə xüsusi həssaslıqla yanaşın. Ələxsusda fermerin real dostundan sizə səslənirik. Bir tövsiyəm də var ki, hər həftənin 4-cü günü fermerin real dostunu Real TV-də izləməyi unutmayın. Gələn həftə görüşəcəyik. Hələlik.